gözəl nəticələrimiz var. Eyni zamanda miqren xəstəliyinin müalicəsində də hər zaman deyirik ki, onun iynə-dərman müalicəsi hələlik birmənalı şəkildə yoxdur və bizdə də biz onun təbii üsullarla müalicədə çox gözəl nəticələrimiz var və bizə müraciət edə bilərlər. İstəyirsən bu gicgahda olsun, istəyirsən gicgahdan tutsun gözə vursun, istəyirsən boyundan tutsun gözə vursun, istəyirsən alnında olsun və yaxud gözü az qalır çıxsın, göz ürək kimi vurur. Bəzən ürək şiddətli olanda ürək bulanma verir, qusma verir, əsəbini pozur, bəzən bir tərəfi keyləşir, deyir, əlim tuta bilmir bir an, gözü görmür bəzən bir gözü balacalanır, gözünün qabağında qara nöqtələr gedir. Bunlar hamısı... Balacalanırsa heç də. Yox, heç deyil. Miqrenin əlamətidir və bir müddətdən sonra göz düzəlir, yəni görmə bərpa olur, yəni kör qalmır. Bu baxımdan da yəni miqren xəstəliyinin müalicəsində də niyə bizdə onu yüksək səviyyədə əmələ gətirə bilirik? Çünki orada təbii üsullarla arı zəhəri, zəli, bitkilər, məcunlarla miqren xəstəliyində bütün növlərini müalicə edirik Samir bəy.